2020-ci ildə ölkə üzrə bütün internet istifadəçilərinin sayının 2017-ci ilin analoji göstəricinə nisbətən 8%, yəni 150 min nəfər artdığını bilərək 2017-ci ildə ayda 1-20 gün internetdən istifadə edənlərin sayı neçədir? İlk öncə bu qrafikdə deməli diqqətimizi nə çəkir? Baxırsınız, hər gün ayda 20 gündən çox olan və ayda 1-20 gün aralığında olanlar bölünüb. Boz, ağ və qara rəng olaraq. Bizdən isə istəyir 1-20 günü. İlk öncə yoldaşlar bizə verib ki, 2017-ci ildə analoji göstərisinə nəzərən deyir 8%, yəni 150 min nəfər artdığını bilərək bunu izah eləyir. Deyir 8%, yəni 150 mindir. Əgər 8%-i 150 mindirsə, 2017-ci ildə ayda 1-20 olan qara rəngi olduğuna görə qara rəngin gedib faizinə baxırsınız ki, bu 2,4%-dir. Bəs 2,4%-i nə qədərdir? X. Çarpaz vurub hesablasaq, x bərabərdir 45 min alınacaq. 45 mində cavab D variantı. Ki bizə 2018-2020-ci illəri əhatə edən dövrdə bir yanğının orta əhatə sahəsi neçə hektardır? Yoldaşlar, sol tərəfdə bizə sayları verib. Sağ tərəfdə isə bir yanğının orta əhatə sahəsinin nə qədər olmasını verib. İlk öncə biz ədədi ortanı tapanda orta əhatə sahəsini istədiyinə görə ədədi ortanı tapanda burada 8 bunun sayıdır. 8 dənə 2,75 var burada. 8-i vursaq 2,75-ə ümumi sahə olacaq 22. 20 dənə 25 var burada. 20-ni 25-ə vuranda olacaq 500. 36 dənə hər birinin sahəsi 1,5 olan ərazi var. 36-nı 1,5-ə vuranda bu eləyəcək 54. 54-ün, 500-ün və 22-nin cəmi. Bu bizə verəcək 576. Ədədi ortanı tapanda ümumi sahəni sayına bölmək lazımdır. Sayı sol tərəfdə verilib. 8 plus 20 plus 36. Bunların cəmi olacaq 64. 64-ə böləndə cavab 9 olacaq. Ad şərti büdcədə, birincisi Şahin, böyütdüz elə. Adları Şahin, Kamil və Aydın olan 3 müştərinin hər birinin banka ayda bir dəfə gəldiyi məlumdur. Adlarının baş hərfləri yazılmış sütunların yuxarı hissəsində həmin müştərilərin banka gəldikləri günləri göstərən ədədlərin cəmi qeyd olunub. Şahin, Kamil və Aydının banka gəldikləri günləri göstərən ədədlərin cəminin rəqəmləri cəmini tapın. Cəminin rəqəmləri cəmi. Deməli, Aydın bu ikisini toplayıb hamısını da adların baş hərflərini, sonra onları toplayacaq, böləcəyik, çıxacaq. Və salam, tənliklər sistemi quracağıq. Aydınla Şahinin ikisinin birlikdə gəldiyi günlərin sayı 28-dir. Şahinlə Kamildə isə Şahin plus Kamil ikisində birlikdə 33-dür. Kamillə Aydında isə Kamil və Aydında isə cəmi 45-dir. Tənliklər sisteminə əsasən yuxarıdan aşağı bunları topla, hərəsindən 2 dənə olsun. 2A plus 2Ş plus 2K. Bu bərabər olacaq. Bunların cəmi görün bizə neçə verəcək? Deməli 106. Əgər hər tərəfi 2-yə bölsək, A üstəgəl Ş üstəgəl K bərabərdir. 106-nı da 2-yə bölsəm olacaq 53. Yoldaşlar, əgər A ilə Ş-nın cəmi 28-dirsə, 28-in üstünə nə gəlsəm 53 olar. K-nı tapmaq üçün 53-dən 28-ni çıxacaq. Qalacaq 25. Əgər K 25-dirsə, bunu yazıram bir kənardan. Gətirib burada da K-nın yerinə gətirib 25 yazsaq, aydın məsələdir ki, Ş olacaq 8. Çünki 25-in üstünə 8 gəlsək 33 olar. Əgər K burada da 25-dirsə, A-nın qiyməti də olacaq 20. Bizdən istəyir ki, ədədlərin cəminin birinci bu ədədləri toplamaq lazımdır.
rəqəmləri cəmini tapacağıq. Ədədləri toplasaq 20 üstəgəl 25, 45, 45-in üstünə də 8 gəlsək, burada neçə olacaq? 53 olacaq. 53-ün rəqəmləri cəmi əslində 8 verəcək. Burada şərtində bir dənə səhvlik var bu sualın. Sadəcə ədədlərin cəminin rəqəmləri cəmi yox, ədədlərin rəqəmləri cəmi olmalıdır. Sualın şərtində bax bu hissədə uyğunsuzluq var. Uyğun olan nə olmalıdır? Ədədlərin rəqəmləri cəmi. Yəni 25, 8 və 20-nin rəqəmləri cəmini topla. 2 üstəgəl 5 üstəgəl 8 üstəgəl 2 üstəgəl 0 bərabərdir 17 olmalıdır. Cavab olacaq C variantı. Dövlət vergi xidmətinə işə qəbulla əlaqədar keçirilən imtahanda namizədlərə təqdim olunan 100 test tapşırıqlarının bloklar üzrə bölünməsini göstərib. Hüquqşünas istiqaməti üzrə imtahanlarda iştirak edən namizədin hansı bloka aid test tapşırıqlarını doğru cavablandırma faizi 47%-dən az olsa, o keçid balını yığa bilməz. Yəni keçid balı da 70-dir, o 70 balı yığa bilməyəcək. Diqqətlə dinləyin yoldaşlar. İlk öncə hüquqşünas ixtisası bu kənarda gördüyünüz hissədir. İçəridəki ümumi sahədir. Bizə ümumi sahə lazım deyil. Bizə lazım olan hüquqşünas ixtisası üzrədir. Və hansının 47%-ni yığarsa, o keçid balını toplaya bilməz deyir. Diqqətlə dinləyin, baxaq. İlk öncə bu gördüyümüzün 57-dir, buradakı 8-dir, buradakı 10-dur, buradakı 5-dir, buradakı da 20-dir. Yoldaşlar, əgər 20-nin 47%-ni toplasa, digərlərinin hər birini toplasa. Məsələn, 20-nin 47% nə qədər eləyir? 20-ni vuraq 47-yə, bölək 100-ə. Ya da 20-ni 100% götürüb, 20-ni 100% götürüb, 47-ni də x% götürmək olar. 20-nin 47% bizə 9,4 verəcək. Yarısından biraz azdır da. 9,4 bal buradan, baxın, hamısını toplayacağım. 5 balın hamısını toplasa, 10 balın hamısını toplasa, 8 balın hamısını toplasa və 57-nin hamısını toplasa, ay gözəl insanlar, bu bizə 89,4 verir. Axı keçid balı 70-dir. Keçid balını çoxdan keçib. Və yaxud burada 10-u götürsək, 10-un 47%-i bu bizə 4,7 verəcək. Yəni, onsuz-dakı 57-ni tam toplasa, yanına bir dənə də 20-ni toplayıbsa, bu 77 eləyir. Keçib gedəcək hər vəziyyətdə. Fikrimizi ayıra bilirəmmi? Deməli, bu 47%, 47-dən də az olsa hələ 46,99 da yaza bilərsən və yaxud 46% də yaza bilərsən. Elə 47-nin özünü də götürə bilərsən. Əgər bu 57-nin 47%-ni toplasa, bu bizə verəcək 26,79 bal. 8 bal buradan, 8 balın hamısını toplasa və 10 balı buradan toplasa, 5 balı buradan toplasa, 20 balın da hamısını toplasa, bu eləyəcək 69,79. Hələ bu 47%-dən də az idi ha. Təxmini olaraq bu 69,78 götürməlisən. Ən çoxu bu 69,79 götürə bilər. Nə vaxt bu 57-nin 47%-dən azını toplasa, digərlərinlə birlikdə bunu toplayanda bu 70-ə çatmır. 70-ə çatmırsa, hansıdır bu boz rəng olan? Aşağıda rənglərə baxırıq ki, qanunvericiliyə aid olmalıdır. Bizə verir ki, hansı ölkədə yaşayan türklərin 45%-dən çoxu işləyir? Çox rahat sualdır bu. Çünki işləyənlər burada olanların 45%-dən çoxudursa, yarısına yaxın olmalıdır. Yəni 544.382 bu gördüyüm ədədin neçədən biridir? Təxmini olaraq 16, bu da 5'dir. Təxmini olaraq 3'dən biridir. Yəni 30 neçə faiz olacaq? Təxmini qiymətlərlə tapıram ha. Heç dəqiq rəqəmlər yazmağa ehtiyac yoxdur. Bu nə qədərdir? 195.794. Bəs bu nə qədərdir? 459.611.
Burada ilk 3 rəqəminə baxmağınız yoldaşlar kifayətdir. 195 459-un neçə faizini təşkil edir? Bir ədəd digər ədədin neçə faizini tapanda ümumiyyətlə belə yazırıq. 459-umuz 100%dir. 195-imiz də x faizdir. Çarpaz vururuq 195-i 100-ə və onu da götürüb bölürük 459-a. Bu da təxmini olaraq 42% eləyəcək. 42.4%. Bu gördüyüm 128.000 bu gördüyüm ədədin neçə faizini təşkil edir? Elə ilk 3 rəqəminə baxmağınız kifayətdir. 128 372-nin neçə faizini təşkil edir? 372-ni 100% götürürük. 128-i də x faiz götürürük. Faiz hesablamaları bizə çox kömək olacaq. Burada 128-i vururuq 100-ə, bölürük 372-yə. Bu bizə verəcək 34.4%. Bu da deyilmiş. Baxaq indi D variantına. Yəni sonuncuya, ABŞ-da olan. 114 250-nin neçə faizidir yoldaşlar? Bu yarısından baxın 250-ni götürüb biz 100% yazsaq, 114-ü də x faiz yazsaq, çarpaz vursaq əgər 114 vurduq 100-ə, böldük 250-yə. Bu isə 45.6% eləyəcək. 45%-dən çoxu işləyir hansında? ABŞ-da. Yəni bilməyən yoldaşlar bunun üzərindən keçib mahiyyətini dərk etmək üçün. Bir ədəd digər ədəd neçə faizidir? Məsələn 4 8-in neçə faizidir? 4 8-in yarısı qədərdir. 50%-dir deməli. Bəs bunu faizlə necə tapırıq? 8-i 100% götürürük. 4-ü də x faiz götürürük. 8x bərabərdir 400, x bərabərdir 50. Deməli 50% imiş. Faizin ədədin altından yazmaq lazımdır. Məsələn belə bir sual ola bilər. Deyər ki, məsələn əhali məsələləri çox vaxt belə suallar düşür. Əhali əvvəlcə 200.000 idi hansısa bir rayonda. Əhalinin sayı artdı, oldu 300.000. Əhalinin sayı neçə faiz artar? İlkin məbləği 200-ü əvvəlcə 100% götür. Əhalinin sonraki sayını da 300-ü də x faiz götür. Düzdür. Çarpaz vurub tapa bilərsən ya da ki, baxırsan ki 200-dən 100-ə 2 dəfə az deyilmi? Deməli 300-ün də yarısı 150 olacaq. Vəssalam. Əvvəlcə 100 idi, indi oldu 150. Neçə faiz artdı? 50%. Belə də yazmaq olar. Ya da ki 200 300 demədik. Deməli 200-ü 100% götürürəm. 200-dən 300-ə nə qədər artıb, neçə faiz artıb deyəndə bu 100.000 nəfər artdığına görə artan miqdarı x faiz götürüb həll etmək olar. Bu 2 dəfə azalıbsa, bu da 2 dəfə azalıb 50% olacaq. Yəni əsas gedişatlarını bilin. Çünki hesablamalar sizə çox kömək olacaq və kalkulyatorda veriləcək. Məsələn, belə bir sual ola bilər. Bəs azalsa necə olacaq? Əvvəlcə 400.000 idi. Azaldı, oldu 100.000. Nə qədər azalıb? Onda 400.000-i 100% götürüb aradakı fərqi nə qədər azaldı, neçə faiz azaldı deyəndə 300-ü x götürüb həll etmək olar. Bu da 75 eləyəcək. 75%. Bir də soruşa bilər ki, əvvəlcə 400 idi, indi olub 100. Neçə faiz oldu? Neçə faiz oldu deyəndə 400-ümüz 100%dirsə, 100-ümüz də x faizdir. Bu 4 dəfə azalıbsa, bu da 4 dəfə azalıb neçə olacaq? 25%. 25% olub. Əvvəlkinin 25% qədər qalıb. Amma soruşsa ki, neçə faiz azaldı, onda 75% olacaq. 100-dən 25-ini çıxmaq da olar. 2021-2022-ci illərin sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə Azərbaycandan 5 əsas ixrac ölkəsinə göndərilən malların həcmini milyon ABŞ dolları ilə göstərən diaqramdan istifadə edərək tapşırığı yerinə yetirmək lazımdır. 2021-2022-ci illərin sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə malların ixrac ölkələri üzrə həcmləri və nə qədər olmaları ABŞ dolları ilə, milyon ABŞ dolları ilə göstərilib. Bizdən istəyir ki, hansı cavab variantındakı diaqram ölkələr üzrə 2022-2021-ci illər sentyabr ayları aylarındakı qeyri-neft sektoruna aid ixraclar
olanların fərqinə uyğundur. Yoldaşlar, qara olanlar 2021-dir, ağ olanlar 2022-dir. Bunun ikisi də, baxın sol tərəfdə gördüm. Bunun ikisi də Rusiyaya aiddir, bunun ikisi Türkiyəyə aiddir. Bu formada verilib. Bizdən indi istəyir ki, baxaq görək hələ əvvəlkindən sonrakına necə dəyişim var. Yoldaşlar, ilk öncə Rusiya 2021-ci ildən 2022-ci ilə artım olub. Artım olubsa, variantın 4-ündə də artım var. Türkiyədə azalma müşahidə olunub. Azalma olanları aşağıya doğru yazır, artım olanları yuxarıya doğru. Bu 4 variantın 4-ü də qalır. İsveçrədə əvvəlkinə nəzərən azalma müşahidə olunub. Azalma müşahidə olunubsa C variantında artımdır, olmaz. B-də də az miqdarda artımdır, bu da olmaz. Ya adı ya da D-dir. Burada cavab D olacaq. Niyə? Çünki bu az miqdardadsa bu qədər olmaz da, bu İsveçrə qədər. Deməli, cavab D variantı olacaq. Davam edək. Gürcüstanda artım müşahidə olunub. Həqiqətən Gürcüstanda artımdır, baxın. Bolqarıstanda yenə artım müşahidə olunub. Rusiyada da artım, cavab D variantı. Yəni bu şifahi yazılacaq bir sualdır. Bəli, maşın avadanlıqlarının istehsalı 2016-cı ildə olub. Amma diqqət edin yoldaşlar, sizi nədə çaşdıra bilər? İstehsal indeksində bunun faiz göstəricisi olmasına fikir verin. Faizdir bunlar. Əgər əvvəlki il məsələn tutaq olubsa 60, növbəti il əgər faizlə hesablayanda bu məsələn 105 faizdir növbəti ilin göstəricisi. 105 faizdirsə, deməli bu artım müşahidə olunub deməkdir. 60-ın 105 faizi qədər olub. Növbəti ildə məsələn olubsa 90 faiz, deməli bu azalma müşahidə olunub. Yəni 100-dən aşağı olanda azalma, 100 faizdən yuxarı olanda artım müşahidə olunur. Qara rəngə baxsaq, maşın avadanlıqlarının istehsalı 2016-cı ildə 120,7-dir. Amma 2017-ci ildə 88 bu qiymət deyil, bu faizdir. Əgər biz 2015-ci ili 100 götürsək, göstəricini özümdən yazıram. 2016-da olacaq 120,7. Amma 2017-də 120,7-nin bəli 88 faizi daha kiçik qiymət alınacaq. Deməli bu artım yox, burada azalma müşahidə olunur. Baxaq plastik məmulatların istehsalı. Plastikdə baxırsan ki 124,5-dir. 2015-ci ilin göstəricisini bilmirəm. Yenə 100 götürsəm, 2016-cı ildə 124,5% ilə 124,5 eləyir. Və bundan növbəti ildə 117,2% bu da artım deməkdir. Əvvəlki göstəriciyə nəzərən 100%-dən yuxarıdırsa bu artım müşahidə olunub deməkdir. 117, bundan sonraki 114% olub. Bu da artım müşahidə olunub deməkdir. Baxın burada 122%dir. Bu da artımdır. Burada isə 115,6-dır. Bu da artımdır. Hər birində əvvəlki ilin göstəricisindən daha yüksək qiymətlər alıb. Bunun qrafikini çəkəsi olsanız qrafik belə gedəcək. Baxın, cavab olacaq A variantı. Bəs kompüter istehsalı niyə olmaz? Çünki bu 101,3 problem yoxdur. Növbəti 125,5 burada da heç bir problem yoxdur. 100%-dən yuxarısa problem buradadır. 97,5%-i 2017-ci ildə olan göstəricidən 2018-ci ildə olan göstəriciyə azalma müşahidə olunduğunu göstəricisidir. Ona görə cavab olacaq bir dənə A variantı. Deməli dedik ki, media faylları boş qalmalıdır. Qrafik faylları isə silinə bilməz. 27 GB-lığı bura yerləşdirmək lazımdır. Bunun 4 GB-ını bura yerləşdirsəm yerdə qalacaq 23 GB. 23 GB-ı yerləşdirmək istəsəm, mən mütləq ən böyük olan 16-nı götürməliyəm buradan. Çünki o biri böyük olanlar 12 ilə 10-dur, cəmi 22 eləyir. Yenə bunun hamısını yerləşdirə bilmirəm. Ona görə biri mütləq 16-dır. Buna əminəm. 16-nın üstünə ya 10-u götürəcəm, olacaq 26. Ya da 12-ni götürəcəm, 16 üstəgəl 12, olacaq 28. Əgər 10-u götürsəm 26 GB-lığı boş yer saxlamışamsa burada, 23 GB-ı bura yerləşdirsəm 3 GB-lıq yer boş qalacaq. Ən sonda. Yox, əgər 12-ni götürsəm, 28-dən də 23-ünü yerləşdirsəm 5 GB-lıq boş yer qalacaq. Mənə də şərtdə deyir ki,
ən azı neçə gigabaytlıq boş hissə qala bilər? Ən azı 3 gigabaytlıq boş hissə qala bilər. Çünki 16-nın yanında biz 12-ni yox, mütləq şəkildə 10-u götürməliyik ki, 26 gigabaytlığı silim. Burada 23 gigabaytlığı yerləşdirsəm, məcbur burada 3 gigabaytlıq yer qalacaq. Medianı qarışdırdı. Ona görə B yazmışdım. Ben həlli yolunu düz getmişdim. Ay sağ ol. Deməli, bu tipli suallarda ümumiyyətlə şərti oxumaq kifayət qədər vaxt aparır. Ona görə bu cür testlərdən kifayət qədər işləmək lazımdır ki, gözümüz alışsın və bizə əsas hansı hissələrə baxmaq lazımdır, ona baxıb sürətli şəkildə bu testlərin davamını çatdıra bilək, yəni. Bizdən nə istəyir ona baxa bilək. İllər ərzində doğulanların gözlənilən ömür uzunluğunu göstərən diaqramlarda kişi və qadınlar üzrə birlikdə hamıya aid istifadə edərək tapşırığı yerinə yetirmək lazımdır. Deyir 2016-2020-ci illər ərzində sol tərəfdə bizə verib gözlənilən ömrün uzunluğu, sağ tərəfdə isə verilib ümumilikdə doğulanların gözlənilən ömür uzunluğu. Yoldaşlar, qadınlar və kişilər burada isə ümumi göstəricidir sağ tərəfdə. Baxırsınız, kişilər təxmini burada 69 ilə 71 aralığındadır. Bu olsun 70. Qadınlar isə 75 ilə 77 aralığında, yəni 76-da. Bunları toplayıb yarıya bölmək lazımdır ki, ortalama bir ömür uzunluğu tapa bilək 2020-ci il üçün. Yəni toplasaq 146, yarıya bölsək 73 düşəcək. 73 ortalama göstəricidirsə, bu da təxmini indi aşağı yuxarı 73-ə yaxındır da və bu gözə yarı yazılacaq suallarda heç vaxt cavaba yaxın bir qiymətlər verməz. Hansında olan uyğunsuzluğu soruşur bizdən. 2019-a baxsaq, 2019-da göstərici 74, burada isə 75 tam nə qədərdir? Yəni 76 da deyil heç tam olaraq. Bunu biz elə yazarıq 73, o birini də yazarıq 75-dən biraz artıq, elə 75-in özünü yazsaq, 73, 74 və 75. 74 və o birisində 75 yazaq. 74 ilə 75-i toplasaq, bu bizə verəcək 149 təxmin olaraq. 149-u da yarıya bölsək 74/5 eləyəcək. Buradakı qiyməti də indi biraz az götürmüşdüm deyə təxmini bunu 75 götürmək olar. 2019-cu ildə olan göstərici 75 olmalı idisə, gedib 76, hələ 76-dan da artıq ola bilməz axı. Ona görə cavab 2019-dur. Düz deyirsiniz. 2018-də olan göstəricidə 73 bunu götürək təxmini, 78 də bunun. 73 ilə 78-i toplayaq, aldığımız qiyməti yarıya bölsək 75 tam nə qədər eləyəcək? Axı 2018-ci ildə bax elə 75 tam nə qədər? Təxmini ortalarda bir yerdədir qiymət. 2016-cı ildə isə 73-dən biraz azdır, elə 73 götürək, eybi yoxdur. Burada isə 77-dən biraz artıqdır, 78-ə çatmır, amma 77-ni götürmək olar elə. Götürüb bunu da yarıya böləsi olsaq 75 tam biraz da artıq olacaq. Görürsünüz, həqiqətən 75 tam və 75 tamdan da biraz artıqdır. Amma 2019-da biz təxmini qiyməti buralarda tapmışdıq. Bu isə gətirib 76-dan da böyük yazıb. Gözə yarı suallarda həmişə nə olmalıdır? Cavabdan kəskin fərqlənən cavablar gəlib çıxmalıdır qarşımıza.